Müasir metodist layihəsi artıq bir neçə ildir başlayıb və bugün üçün ölkənin təxminən 350 məktəbində yüksək nəticələri olan müəllimlərin arasından seçilmiş metodistlər hazırlıq gördükdən sonra öz məktəblərində, çalışdıqları məktəblərdə əsasən həmkarlarına dəstək olurlar. Bu dəstək daha çox onların qarşılıqlı dərs dinləmələri ilə, birgə müzakirələrlə, eyni zamanda da təlimləri il boyuna bölməklə, paylamaqla və təlimlə dərs gedişatını əlaqələndirməklə, təlimdən sonra hansısa əlavə dərslər dinləyib o təlimlərin nəticələrini ölçə bilməklə müəllim həmkarlarına dəstək olurlar. Bu baxımdan düşünürəm ki, bu Azərbaycan müəlliminin inkişafına yönəlik faydalı bir layihədir və bu layihənin növbəti illərdə böyüməsi və yaxın 5 il ərzində bütün ölkə məktəblərini əhatə etməsi planlaşdırılır. Burada yaxşı xəbər ondan ibarətdir ki, və hazırda bu layihədə fəaliyyət göstərən metodistlər məktəbdə çalışan müəllimlərdir və onlar əlavə metodik fəaliyyət üçün də məvacib alırlar.